Bismillahirrahmanirrahim, elhamdülillah. Mən birinci salamlayıram hər birimizi Allahın salamı ilə. Bu gözəl Ramazanda və Ramazanın ilk iftarında, gözəl süfrədə görüşürük. Allah Teala xeyirli, bərəkətli eləsin. Allahdan istəyirəm ki, Allah Teala hər bir iftar verən, gözəl süfrə bəzəyən qardaşlarımızın mallarına, mülklərinə xeyir, bərəkət versin. Allah hamısından razı olsun. Və bu Ramazanı bizim üçün xeyirli və bərəkətli eləsin. Və bildiyiniz kimi bizim ölkəmizdə Ramazan bayramı daha doğrusu Ramazan ayı elan olundu. Yəni orucun tutulması 19-undan və biz bugün birinci orucu tutduq və birinci iftar etdik və gözəl məclis idi, gözəl süfrə idi. Allah Teala davamlı eləsin sona qədər. Və təbii ki, bilmək lazımdır ki, Ramazan insan üçün fürsətdir. İnsan üçün fürsətdir və bu fürsəti dəyərləndirmək lazımdır. Əgər insan fürsəti dəyərləndirməsə, əlindən çıxır. Necə məlumdur ki, başqa dünyavi işlər də belədir. Görürsən, bir dəfə əlindən verirsən bir şeyi, sonra ona nail ola bilmirsən. Və peşmançılıqla barmaqlarını dişləyirsən ki, kaş ki mən səhlənkarlıq eləməzdim, kaş ki mən vaxtımı düzgün, səmərəli sərf edərdim, kaş ki mən onu itirməzdim və s. və ilə axır. Lakin görürsən, heç bir faydası olmur, peşmançılığın heç bir faydası qalmır. Ramazan bizim üçün bir fürsətdir. İbadətlərimizi çoxaltmağa, Quran oxumağa, təravih namazlarını qılmağa, sədəqə verməyə, gözəl əməl sahibi olmağa və davamiyyətli şəkildə məscidlərdə namazları əda eləməyə. Ramazan bir məktəbdir, insan üçün nəfsini təmizləməyə, nəfsini imtihan eləməyə, onu yoxlamağa. Çox insanlar görürsünüz ki, onlar oruç tuturlar, sonra deyirlər, mən bacarıram oruç tutmağı. Halbuki öyle başa düşürdü ki, oruç tuta bilmir. Amma oruç tuta bilir. İnsan deməlidir ki, mən hidayət oldum. Mənə hidayət verildi. Deməsin ki, mən oruç tuta bilmirdim və ya mən oruç tuta bilərmişəmmi ki? Belə deyənlər var, deyirlər ki, mən elə bilirdim, mən oruç tuta bilmərəm. Amma görürsünüz, necə asaddır, necə rahatdır, necə insan üçün rahatlıq verir və necə insan üçün sevinç verir iftar eləmək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnsan, oruç tutan insan 2 dəfə sevinəcək. Bir iftar eləyəndə, bir də Rəbbi ilə görüşəndə. Həqiqətən də birinci sevinci yaşamaq bizə müvəffəq oluruq. Lakin inşallah ikinci sevinci yaşamağı da Allah Teala bizə müvəffəq etsin deyə Allahdan istəyirik. Həmçinin bil ki, Ramazanı son Ramazan kimi gör. Yəni bilmək olmaz sən gələn Ramazana çatacaqsan yoxsa yox. Belə zənn eləmə ki, Ramazanlar çoxdur. Hələ mən cavanam, mənim nə yaşımdır ki, mən hələ bundan sonra neçə Ramazan görəcəm. Bu yanlış bir, xata bir fikirdir. Əgər Ramazana çatmasansa, onu fürsət bil, ondan istifadə et, onu qənimət bil, öz kisəvi doldurursan, yaxşı əməllər edirsənsə, yaxşı əməllərlə, əgər yaxşı əməllər etmirsənsə, o zaman pis əməllərlə və ya lazımsız şeylərlə özünü məşğul edirsən. Və bu sənin ömür dəftəri və peşmançılıq kimi yazılır. Və sən heç nə əldə edəmirsən. Ona görə nədir bizə vacib olan bu fürsəti, bu ayı, bu dəqiqələri oruclu halda, Quran oxumaqla, yaxşı əməllər görməklə, təravih namazlarını məscidlərdə qılmaqla keçirməkdir. Demə inşallah axırıncı 10 gün, demə inşallah falan. Bunlar hamısı şeytanın vəsvəsələridir, insan alladır. Və insana uzun-uzun arzular vəd verir. Halbuki sən bilmirsən sabah və birisi gün və ya axırıncı 10 gün Allah bilir, çatacaqsan yoxsa yox. Ona görə qənimət bil olduğun günü ağıllı insan əlində olandan istifadə edən nədir? Əlində olandan istifadə edəndir. Nəinki olmayan bir şey barədə xəyallar qurmaq. Olmayan şeylər barədə düşüncələr qurmaq, hansı ki, heç birinin faydası, heç birinin insana xeyri yoxdur.
Ona görə bu Ramazanda tövsiyə edirəm, fürsət biləsiniz, vaxtınızı gözəl keçirəsiniz, Quran qiraət eləyəsiniz və tövsiyə edirəm işinizi biraz yüngülləşdirəsiniz, dünya işlərini və məşğul olasınız axirət işləri ilə. Bu mövsümdür. Tacirlərin mövsümü olduğu kimi müsəlmanların da mövsümü var. Və mövsümümüz də Ramazandır. Bir aylıq mövsümdür və bil ki, tez gəlib keçəndir. Allah Teala Quranda deyir ki, tez gəlib keçən günlərdir. Yəni sayılan günlər, yəni tez gəlib keçən günlərdir. Allah Teala bu gözəl məclisimizi yenə də xeyirli, bərəkətli eləsin. Yenə də sizə belə məclislər verməyi müvəffəq eləsin. Allahdan istəyirəm ki, Allah Teala yenə bizi gözəl süfrədə cəm eləsin. Və biləsiniz ki, ən gözəl süfrə iftar süfrəsidir. Və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimə. Allah razı olsun.